Avqustun 1-dən Bakı şəhərinin ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarına 2017-2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq. Bu barədə Bakı şəhər üzrə təhsil idarəsinin sektor müdiri İlhami Abdullayeva bugün keçirilən mətbuat konferansında məlumat verib. Onun sözlərinə görə Bakı şəhərində məktəbə hazırlıq qruplarına avqustun 1-dən sentyabrın 18-nədək məktəbə qəbul edu.az elektron sistemlə ərizələrin onlayn qeydiyyatı aparılacaq. İlhami Abdullayeva bildirib ki, məktəbə hazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək. O həmçinin qeyd edib ki, 2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbə hazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Sektor müdiri qeyd edib ki, 2017-2018-ci dərs ilində Bakı şəhəri üzrə təhsil idarəsinin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbə hazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbə hazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. 8 ay davam edən məşğələlər mayın 31-də yekunlaşacaq. Onun sözlərinə görə məktəbə hazırlıq qruplarının 770-i Azərbaycan, 166-sı isə Rus bölmələrinin payına düşür. İlhami Abdullayeva əlavə edib ki, 2017-2018-ci tədris ilində məktəbə hazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək ki, bu uşaqlar üçün tədris ödənişsiz olacaq. Nailə İbrahim qızı, Cəlil Rəcəbli, Səs TV.